Salam, meditasiya praktikasına xoş gəlmisiniz. Mən klinik psixoloq Aynur Həsənzadə. Bugün birlikdə diqqətimizi yenidən özümüzə qaytarmaq və öz mərkəzimizə qayıtmaq üçün bir meditasiya edəcəyik. İndi hazırsınızsa, rahat bir şəkildə oturun və ya uzanın və hazır olduğunuzda yavaşca gözlərinizi yumun. Bu anda heç nəyi dəyişdirməyə çalışmayın. Sadəcə özünüzə fokuslanın və indi diqqətinizi yavaşca nəfəsinizə yönəldin. Nəfəs aldıqca təsəvvür edin ki, bədəniniz ağ, yumuşaq bir işıqla dolur. Bu işıq bədəninizdə yavaş-yavaş hərəkət edir və hər toxunduğu yeri rahatladır. İndi dərin bir nəfəs alın və bu nəfəsi yavaşca buraxın. Bir daha dərin bir nəfəs alın və bu nəfəsi yavaşca buraxın. Hər nəfəs verdikcə sanki bədəniniz biraz da boşalır, biraz daha sakitləşir. İndi təsəvvür edin ki, ətrafınızda qızılı işıqla çərçivələnmiş bir dairə var. Bu dairə sizin şəxsi sahənizdir. Bu dairə sizin daxili dünyanızdır. Bu dairənin içində sizin hissləriniz, sizin ehtiyaclarınız, sizin dəyəriniz var. Bura sizin ən rahat olduğunuz və öz yaşamınızdan həzz aldığınız bir məkandır. Lakin uzun müddətdir ki, siz bu dairənin içərisindən sanki özünüzü kənara çıxarmışdınız. Nəinki öz daxili dünyanızın dairəsinə daxil olmurdunuz, həmçinin bu dairənin tam mərkəzinə uzun müddətdir ki, başqalarını yerləşdirmişdiniz. Diqqətiniz belə bu dairənin kənarında idi. Başqalarının sözlərində, keçmişdə, gələcəkdə, başqalarının davranışlarında, istəklərində, bəlkə də zehninizdən bu cür fikirlər keçirdi. Yaxşı olmalıyam, başqaları mənim haqqımda nə düşünər, onları xoşbəxt eləməliyəm, daha yaxşı olmalıyam, daha yaxşı davranmalıyam, uğurlu olmalıyam. Digərlərinin sevgisini, dəstəyini, təsdiqini qazanmalıyam. Və öz mərkəzinizdən uzaqlaşıb fokusunuzu digərlərinə yönəltdikcə yavaş-yavaş öz gücünüzü, öz resursunuzu və daxili enerjinizi itirməyə başlayırsınız. İndi isə tələsmədən diqqətinizi yavaşca özünüzə geri qaytarın. Başqalarından, keçmişdən, sizi yoran düşüncələrdən yavaşca uzaqlaşın və özünüzə yönəlin. Təsəvvür edin ki, siz yenidən bu qızılı dairənin içinə daxil olursunuz. Və addım-addım öz mərkəzinizə doğru yaxınlaşırsınız. İndi bu dairənin içərisində özünüzə bu sualı verin. Mənim
hazırda nəyə ehtiyacın var? Bəlkə də uzun bir müddətdir nəyə ehtiyacınız olduğu sualını özünüzə vermirdiniz. İndi tələsmədən sadəcə daxilinizdən gələcək cavabı dinləyin. Bəlkə sakitlik, bəlkə görülmək, bəlkə rahatlıq. Cavab hər nədirsə, onu yavaşca qəbul edin və bu ehtiyacınızı özünüzə təmin etdiyinizi hiss edin. Hiss edin ki, siz öz dairənizin içərisində özünüz üçün buradasınız. Siz artıq özünüzü görür və eşidirsiniz. Mən hazırda nə istəyirəm, necə hiss edirəm, nəyə ehtiyacım var? Özünüzə bu cür yanaşaraq, bu dairənin içərisində öz daxili rahatlığınızı və özünüzü yenidən gördüyünüzü hiss edin. Heç bir filtrlər, heç bir sosial rollar olmadan burada sadəcə siz varsınız. İndi bu dairənin mərkəzinə gəldiyinizi hiss edin. Və bu mərkəzdə yalnız özünüzü saxlayın. Keçmişi, gələcəyi, başqalarını sakitcə kənara buraxın. Onlar həyatınızda ola bilər, bəlkə dairənizin içərisində də ola bilərlər. Amma mərkəzdə yalnız və yalnız siz özünüz varsınız. İndi bu hissi biraz daha dərindən zehninizə həkk edin və sakitcə daxilinizdən təkrar edin. Bu dairənin mərkəzində yalnız özüm varam. Mən öz ehtiyaclarımı görürəm və qarşılayıram. Mən öz həyatımda özümü öncəlik edirəm. Və mən başqalarının gözləntilərinin məhsulu deyiləm. Mənim vaxtım və resurslarım dəyərlidir. Və mən özümə bəs edirəm. Bugündən sonra mən öz həyatımın başroluyam. Bu yeni vəziyyəti hiss edin və fərqinə varın. Siz artıq özünüzün yeni bir versiyasındasınız. Bəlkə də hələ həyatınızda çox böyük bir dəyişiklik görünməyə bilər. Və ya bəlkə də bu meditasiyadan sonra özünüzdə, davranışlarınızda köklü dəyişikliklər hiss edə bilərsiniz. Amma hər iki halda da ən əsası, burada böyük bir fərqlilik var. Özünüzə doğru çox incə və dərin bir yaxınlaşma var. Artıq siz özünüzü mərkəzə qoymağı və öncəlik eləməyi
öyrənirsiniz. Və həm də bilirsiniz necə yenidən özünüzə geri qayıtmaq olar, özünüzü mərkəzə qoymaq olar. Və bu bilik daim sizinlə qalacaq. İndi yenidən özünüzü bu qızıl dairənin tam mərkəzində hiss edərək, buradakı dəyərinizin fərqinə varın. Bu hissi yaddaşınıza yazın. Öz mərkəzimdə olmaq, öz həyatımın başrolu olmaq hissini zehninizə yazın. Və bu hisslərlə birlikdə diqqətinizi yenidən nəfəsinizə qaytarın və hazır olduğunuzda bu yeni versiyanızla birlikdə yavaşca gözlərinizi açın.